Uşaqlar, bugünkü dərsimiz qarışıq və qonşu bucaqlardır. Siz ibtidai sinifdə bucaqlar növləri ilə tanış olmuşsunuz. Bu düz bucaqdır 90 dərəcə, bu deməli 90 dərəcədən kiçik olan iti bucaqdır, bu 90 dərəcədən böyük kör bucaqdır, bu da açıq bucaqdır ki 180 dərəcədir. Gəlin hər hansı bir A nöqtəsi çəkək və A nöqtəsindən deməli bir şua çəkək, uzadaq AB şuası və əks tərəfə AC şuası uzadaq. Deməli AB və AC əks şualardır. Belə bir bucaq çəkək. A deməli OB bucağı. Əgər biz O nöqtəsini başlayaraq əks tərəfə şuanı uzatsaq, biz iki bucaq alarıq. Bu bucaq 1, bu da bucaq 2. AO ortaqdır, lakin OB ilə OC əks şualardır. Əgər bir ortaq tərəfi, digər tərəfləri isə əks deməli şualar olan bucaqlara qonşu bucaqlar deyirlər. Qonşu bucaqların cəmi 180 dərəcədir. O da o demək ki, bucaq 1 üstə gəl bucaq 2 bərabərdir 180 dərəcəyə. Gəlin belə bir misala baxaq. A, B, C açıq bucağını. B bucağının nöqtəsindən hər hansı bir deməli şua çəksək, yenə də iki bucaq alarıq. Bu bucaq 1, bu da bucaq 2. Ortaq deməli B, D bucağı ortaqdır. BC ilə AB isə əks şualardır. Deməli, ona görə də bu bucaqlar qonşu bucaqlar adlanır və onların cəmi də 180 dərəcə olacaq. Deməli, qonşu bucaqlar həmişə 180 dərəcə olur və onların bir ortaq, iki də tərəfi əks şualardan ibarət olur. Gəlin belə bir misala baxaq. Deməli, qonşu bucaqlar biri 50 dərəcədir, digərini tapaq. Biz bilirik ki, qonşu bucaqların cəmi 180-dir. Əgər bunları toplasaq, bərabər olacaq 180 dərəcəyə. Burada x-i tapaq, 180-dən 50 çıxsaq 130 dərəcə. Deməli, x-in qiyməti bucaq 130 dərəcədir. Belə bir misala baxaq. Deməli, qonşu bucaqdır. Biri o birindən 5 dəfə böyükdür. Onların da deməli cəmi 180 dərəcəyə bərabərdir. 6x bərabərdir 180 dərəcəyə. X-i tapaq buradan 180-i bölək 6-ya və tapırıq buradan 30 dərəcə. Deməli, x burada 30 dərəcədir. 5x də 150 dərəcədir. Yəni, A, O, B 150 dərəcədir. B, O, C isə 30 dərəcədir. İndi gəlin danışaq qarşılıqlı bucaqlardan. Hər hansı bir deməli bucaq çəkək. A, O, B bucağını. Əgər B bucağını uzatsaq, əks istiqamətə bunu yazsaq B1 kimi və A-nı da əks istiqamətə uzatsaq, A1 kimi yazsaq, deməli, biz görərik ki, burada qarşılıqlı bucaqlar əmələ gəlir. Qarşılıqlı bucaqlar həmişə bərabər olur. Bu bucaq 1, bu isə bucaq 2 kimi qeyd eləyək. Lakin bundan başqa burada bərabərdir. Bunlar da qarşılıqlıdır
yaza bilərik bucaq 3 və bucaq 4. Və qeyd eləyək. Bucaq 1 bərabərdir bucaq 2-yə, bucaq 3 də bərabərdir bucaq 4-ə. Deməli, qarşılıqlı bucaqlar həmişə nə olur uşaqlar? Bir-birinə bərabər olur. Deməli, 1 ilə 2 bir-birinə bərabərdir, 4 ilə də 3. Belə bir misala baxaq. Deməli, bucağın biri 70 dərəcədir. Digər 3 bucağı tapaq. Əgər qarşılıqlı bucaq kimi baxsaq, məsələn, A, B, C, D, bu da O götürək. B, O, C 70-dir. Deməli, A, O, D də 70-dir. 70 dərəcədir. Bunlar nədir? Qarşılıqlı bucaqdır. Bundan başqa A, O, B də D, O, C ilə qarşılıqlı bucaqdır. Əgər bunlar qonşu bucaqdırsa, qonşu bucaqların cəmi 180-dir, bu 70-dirsə, deməli bu neçə olacaq? Bu 110 dərəcədir. Əgər bura 110-dursa A, O, B, D, O, C də onunla qarşılıqlı olduğu üçün onun da deməli dərəcəsi 110 dərəcə olacaq. Belə uşaqlar, bu qədər. Sağ olun.